Təcili hallarda təbii ki, xəstə yaxınlarının, xəstənin özünün çağrı mərkəzinə, 103 çağrı mərkəzinə zəngi nəticəsində, yəni çağırış olunur. Mərkəz tərəfdən deməli, yer göstərilir, xəstəxana göstərilir. Hər xəstəliyin ağırlıq dərəcəsinə görə profil üzrə xəstəxanaların birinə yönəldilir. Amma planlı şəkildə isə elektron göndərişlər əsasında xəstəxanalara yerləşdirilir. Yəni, bir gün, 2 gün, 3 gün öncə xəstə yaşadığı ərazi üzrə və yaxud da ki, yaxın ərazidə poliklinikaya, ikinci səhiyyə müəssisələrinə müraciət edir və əsaslandırılmış şəkildə elektron göndəriş aldıqdan sonra 10 gün müddətində seçdiyi xəstəxanaya müraciət edə bilər. İstənilən halda xəstə əgər xəstəxanaya müraciət edibsə, daxil olubsa, təcili yardım şöbəsinə, yəni ilkin olaraq müayinə olunmalıdır, ətraflı müayinədən sonra, müdaxilələrdən sonra, vəziyyəti stabilləşəndən sonra, əgər doğrudan da bu profil üzrə deyil, tutaq ki, deyək ki, xəstədə cərrahi patologiyadır, neyrocərrahi patologiyadır, bu təbii ki, neyrocərrahiyyə xəstəxanasına köçürülməlidir. Amma xəstənin müvafiq yardım alandan sonra, vəziyyəti stabilləşəndən sonra ağır xəstədən gedir söhbət. Və yaxud da xəstə uroloji problemi var, amma bu xəstəxanada həmin xidmət göstərilə bilmir. Uroloji xəstəxanaya mərkəzə getməlidir bu. Yenə xəstənin vəziyyəti tam stabilləşəndən sonra, müvafiq yardımlar alandan sonra xəstə köçürülə bilər ixtisaslaşmış səhiyyə müəssisəsinə.